Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Əməkdar artist Bəsti Bəkirova hotel sahibi olmasından danışıb. Müğənni öz aramızda proqramında məkanını həyat yoldaşının işlətdiyini bildirib. 20 ildir Nabranda hotelim var. Böyük deyil, balacadır. Yayda yaxşı işləyir. Bu haqda danışmağı sevmirəm. Maşın, pul göstərməyi xoşlamıram. Göstərmək lazım deyil. Biz öz sənətimizi göstərməliyik. Pula satılan adam deyiləm. Elə olub ki, toy danışmışam. Başqası qapıma gəlib ki, 50-100 min verirəm, gəl mənim məclisimə. Dedim yox. Çünki başqasına söz vermişdim.